Əziz və dəyərli izləyicilər, hər birinizi salamlayıram. Kanalıma xoş gəlmisiniz. Bugün birlikdə pizza dadında börek hazırlayırıq. Gəlin necə hazırlayırıq, birlikdə izləyək. Əvvəlcə xəmiri yoğurmağa başlayıram. 1 stəkan süd, 1 stəkan suyu, 1 qabda ilıq hal gələnə qədər isidirəm. Daha sonra üzərinə 1 yemək qaşığı şəkər tozu, 1 çay qaşığı duz, 1 yemək qaşığı quru maya, 3-4 yemək qaşığı isə duru yağ əlavə edirəm. Daha sonra bu məhlulu həll olunana qədər yaxşıca qarışdırıram. Məhlulu həll etdikdən sonra isə apardığı qədər un əlavə edirəm. Azca ələ yapışan yumuşaq xəmir alınmalıdır. Burada əsas məsələ börəyin yumuşaq alınması üçün xəmir yaxşı qabarmalıdır. Ona görə də təzə mayadan istifadə etdiyinizdən əmin olun. Xəmir yumuşaq olduğu müddətcə mən çırpıcı ilə qarışdırmağa davam edirəm. Bu, xəmirin topa-topa olmağının qarşısını alacaq və bizim işimizi asanlaşdıracaq. Daha sonra isə xəmir qatılaşdıqda əlimlə yoğurmağa başlayıram. Vaxtınız olarsa, xəmiri bir neçə saat dincəlməyə qoyun. Xəmir nə qədər qabarsa, börek o qədər yumuşaq alınacaq. Börəyi hazırlamaq üçün mən sosiska, pomidor və Holland pendirindən istifadə edəcəyim. Əvvəlcə sosiskaları və pomidorları balaca kub formasında doğrayıram. Ərzaqları doğrayıb bitirdikdən sonra isə xəmiri qabdan götürürəm və uzun sov formaya salıram. 3 hissəyə bölürəm və kündələr hazırlayıram. İstəyə bağlı olaraq 2 kündəyə də ayırıb xəmiri aça bilərsiniz. Belə videoların daha çox gəlməsi üçün kanalıma abunə olmağı və videonu bəyənib rəylərdə fikrinizi yazmağı unutmayın. Siz zövqünüzə uyğun olaraq ərzaqları azaldıb artıra bilərsiniz. Zeytun, bibər və s. kimi başqa ərzaqlardan istifadə edə bilərsiniz.
Ərzaqları isə istədiyim miqdarda əlavə edirəm. Üzərinə isə Holland pendirini tyorkadan keçirirəm. Xəmiri yavaş-yavaş rulet formasında bükməyə başlayıram. Xəmiri büküb qurtardıqdan sonra isə 2 barmaq qalınlığında hissələrə bölürəm. Bu hissələr nə çox qalın, nə də çox nazik olmamalıdır. Börəkləri göstərdiyim formada qaba düzürəm və üzərinə yumurta çəkirəm. Daha sonra isə əvvəlcədən qızdırdığım sobada bişməyə qoyuram. Sobanın dərəcə ölçüsü isə 200 dərəcə olmalıdır. Börəklərin üzəri qızarınadək sobada bişirirəm. Və nəhayət, pizza dadında börəklərimiz hazırdır. Kim hazırlayırsa nuş olsun. Gələn videolarda görüşənədək hələlik.